Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Mərkəzi Bank ödəniş terminallarının 10 manatlıq əskinasların qəbul etməsinə aydınlıq gətirib. Xəbər verilir ki, sorğuya cavab olaraq qurumdan bildirilib ki, Mərkəzi Bank haqqında qanunun 36.3-cü maddəsinə əsasən, Mərkəzi Bankın buraxdığı bütün pul nişanları ölkə ərazisində nominal dəyəri ilə hər növ ödənişlər zamanı hökmən qəbul edilməlidir. Qeyd olunub ki, Mərkəzi Bankın İdarə Heyətinin 18 may 2020-ci il tarixli 23/1 nömrəli qərar ilə təsdiq edilmiş pul nişanlarının tədavülə yararsızlıq əlamətləri dəyişdirilməsi və ekspertizası qaydalarına əsasən banklar tərəfindən istismar olunan nağd pul avadanlıqları, o cümlədən pul sayan, emal edən və qəbul edən qaşın avtomatlaşdırılmış qurğular həqiqi milli pul nişanlarını tanımalı, saxta pul nişanlarını isə qəbul etməməlidir. Mərkəzi Bankdan vurğulanıb ki, kağız milli pul nişanlarının ödəniş terminalları vasitəsilə qəbul olunmaması iki halda mümkün ola bilər. Pul nişanı kağız keyfiyyətini itirdikdə, üzərində çirk, ləkə yapışqan, lent və ya digər yararsızlıq əlamətləri olduqda, yaxud qaydaların tələblərinə uyğun gəlmədikdə və ya həqiqiliyinə dair şübhə yarandıqda, ödəniş terminalında texniki nasazlıq və ya proqram təminatı ilə bağlı xəta baş verdikdə, terminallar vasitəsilə kağız pul nişanlarının qəbulunda problem yaranarsa, vətəndaşlar avadanlığın yerləşdiyi ünvan və terminalın mülkiyyətçisi olan ödəniş xidməti təchizatçısı barədə məlumatları dəqiq göstərməklə aidiyyəti təşkilata müraciət etməlidirlər.